kvadratik funksiyadır və yeganə kökün olmağını istəyir. Biz də bilirik ki, kvadratikdə kökü yeganə olması üçün diskriminant sıfıra bərabər olmalıdır. Əvəz edirəm. Bax, y-i aşağıda y yazmıram. Y-in əvəzinə yazıram nə? X kvadrat üstəgələk açaq 2. Düzdür? Mərtəzdə də yazma səbəbim də odur ki, təpəsində kvadrat var. Kvadrata istərdəndə buna A, buna B gözündən baxmağa bacaraq. Belə bir şey. Nətər? Səbəbi nədir? 4-cü dərəcəli tənliyə mənə gəlir. 4-cü dərəcəli tənlikdə də demişik, c-sı sıfıra bərabər olanda tənlik 3 dənə kökü olur. Onunla gedəcək. Bax, elədir x2 üstəgələk, birinci kvadratı üstəgələk, birinci ilə ikincinin hasilinin kimsili, üstəgələk nə? İkincinin kvadratı. Bərabərdir 9-a. Baxın, görün nə əmələ gəldi. x-4, üstəgələk. Gəlin, biraz sadə yazaq. Bax, burada bu var, A-isi. Bax, bunu görsən, x kvadratı burada var, bir də burada var. Bunun əmsalı 1-dir. A çaq 2-ni 2-yə vursan, 2A çaq 4 elədi mi? 2 çaq 2A çaq 4-ün üstünə də 1 gələndə nə edir də görün? 2A minus 3. Şey nədir? Burada da x kvadratı qalıqdır da. Bir də qalıqdır c-mız. C-ni də gəlin sadələşdirək olur nə? A kvadrat çaq 4-ə, üstəgəl 4-ə olmalıdır. Çaq 9 yazıram, olur çaq 5, düzdür mü? Alındı bax. Nə olacaqdır? Deməli, tənliyin yeganə kökü olması üçün yeganə deyir, eləmi? Yeganə deyir də orada. C-sı nəyə bərabər olmalıydı? Sıfıra. Bərabər elədim sıfıra. Köklər də nədir? 1 nə? Mənfi 5, yox, mənfi 1-dən 5 eləmi? Vuranda mənfi 5-dir, toplayanda 4-dür. Sonradan da part yerinə qoyub yoxlayırsan, yerinə yoxlayanda görsən ki, mənfi 1 qoyanda köklərin sayı çox çıxır. Neçə dənə cavab? 3 dənə cavab çıxır deyir. Amma 5-i qoyanda yeganə kökü çıxır, ona görə cavaba 5 deyirik.